Salam dəyərli izləyicilər. 2020 sınav kitabçasından 19-cu sınavın izahlarını sizə təqdim edəcəm. Başlayaq birinci sualdan. Şumer və Lulubilərin tarixinə aid ümumi cəhəti müəyyən edin. Eradan əvvəl 2-ci minillikdə yaranması səhvdir olacaq. Eradan əvvəl 3-cü minillikdə Asur dövlətinə qarşı mübarizə aparılması. Asurlara qarşı Lulubilər mübarizə aparıblar. Su-Turukki tayfalarla birlikdə. Amma Şumerlərin dövründə artıq Asurların dövründə artıq Şumerlər yox idi. Akkadlarla iqtisadi əlaqələrin saxlanması. Lulubilər Akkadlarla mübarizə aparmışdılar. Amma ümumi götürəndə Mesopotamiya şəhər dövlətləri ilə əlaqələr qurmuşdular. Yəni iqtisadi əlaqələrin qurulması konkret fakt olaraq verilməyibdi. Mixiyazı sistemindən istifadə edilməsi bu hər ikisinə aid olacaq. Belə ki, Şumerlər mixiyazını yaratmışdılar. Bölgədəki digər tayfalar, o cümlədən Lulubilər də bu yazıdan istifadə etmişdilər. Mesopotamiyanın vahid halda birləşdirilməsi heç birinə aid deyil. Vahid halda birləşdiribdir Akkad dövləti. Daha sonra Mesopotamiyanı Kutilər işğal etmişlər. Daha sonra inşa edilmiş memarlıq abidəsidir. Şahbulaq qalası. Bu Şahbulaq Bayatdan sonra Pənahəli xan tərəfindən inşa edilmişdi 50-ci illərdə. 1750-ci illər. Ərş qalasının inşa edilməsi. Ərş qalası 14-cü əsrin əvvəllərinə düşür. Çələxana məqbərələri 1663. Gülüstan qalası 12-ci əsr. Cavanşir qalası da Alban dövrü memarlıq abidəsidir 3-7-ci əsrlər. Bizdən soruşur daha sonra görəcəyik burada Şahbulaq qalası 18-ci əsrə daha sonraya götürə bilərik. Növbəti 3-cü sual. Xəritədə ulduzla işarələnmiş şəhərin 10-13-cü əsrlər tarixinə aid xüsusiyyətləri müəyyən edin. Bura Marağaya düşür. 10-13-cü əsrlər. Baxaq variantlara. Sacilər və Hülakülər dövlətlərinin paytaxtlarından biri olması. Sacilər dövləti 10-cu əsr götürə bilərik. 898-941-ci illərdə mövcud olub. Hülakülər dövlətinin də 1256-da 58-də yaranıbdır. Marağa Təbriz Sultaniyə paytaxtlarından biri olmuşdur. Bəli, götürə bilərik. Bizans Gürcü feodallarının hücumuna məruz qalması xeyr olmayıb. Şirvanşahlar dövlətinin tərkibində olması xeyr, götürə bilmərik. Şirvanşahlar sadəcə bütün Azərbaycanın böyük bir hissəsini 1406-cı ildə, o da 15-ci əsrə düşür, tutmuşdu. Monqolların və Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalması 1220-22-ci illərdə bəli Marağa tutulmuşdu, qarət edilmişdi. Xarəzmşah Cəlaləddin də Marağanı ələ keçirmişdi. 1225-31-ci illərdə tutmuşdu. Deməli, bunu da götürə bilərik. Əmir Teymura qarşı ciddi müqavimət göstərilməsi də olmayıb. Doğru cavab 1-4 E bəndi olacaq. 20-ci əsrin 1-ci rübü, yəni 1901-1925. Bir rüb 25 ildir. Birinci rübdə bu illərdir. Şimali Azərbaycan, Cənubi Azərbaycan. Mövcud rejimə qarşı əhalinin etirazları. Şimali Azərbaycanda bəli, götürə bilərik. 1902, 1903, 1904-cü illərdə tətil hərəkatı çıxışlar olmuşdu. Siyasi rejimə qarşı etirazlar olmuşdu. Cənubi həmçinin 1905-7-ci illərdə də etirazlar olmuşdu. Cənubi Azərbaycan isə 1905-11-ci illərdə də burada məşrutə hərəkatı, həmçinin 1917-20-ci illərdə Xiyabani hərəkatını götürə bilərik. Deməli, A ortaq cəhət olacaq. Azərbaycan adının Azadstanla əvəz olunması bayaq qeyd etdik. Cənubi Azərbaycanda Xiyabaninin hakimiyyəti hərəkatı vaxtında 1917-20-ci illərə aiddir. Azad Türk müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququnun verilməsi Şimali Azərbaycanda 1918-ci ildə qurulanda AXC dövründə verilmişdi. Şəhərlərdə ilk seçkili orqanların, əncümənlərin yaradılması 1906-cı il məşrutə hərəkatı Cənubi Azərbaycana düşür. Müstəqilliyinin Paris Sülh Konfransının Ali Şurası tərəfindən tanınması söhbət 1920-ci ilin yanvarının 11-dən gedir. AXC-nin müstəqilliyi tanınmışdı. O da Şimali Azərbaycana düşəcək. 1-ə CG, 2-ə BD, 3-ə A, cavab C. Növbəti sual. Avropa Hun dövlətinin tarixinə aid səbəb-nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Avropa Hun dövlətinin tarixi 4-cü əsrdə başlayır.
70-ci illərdən davam edir 470-ə qədər. Tanrı xanın dövlətinin tarixi bizdən deməli soruşur. Dövlətinin tarixinə aid səbəb nəticələrindən doğru verildiyi cavabı müəyyən edin. Dövlət dediyinə görə Tanrı xanın qərb Hunların başçısı olması 2-3-cü əsrlərdir. Bu səhv olacaq. Dövlət vaxtında düşmür. Həm də Oskot kralını məğlub edən Balamir olmuşdur. Hunların Macaristanda məskunlaşması, İdil çayından Dunay çayına qədər ərazilərin Hunların nəzarətinə keçməsi bu doğru olacaq. 2. Atilla'nın 434-cü ildə Qərbi Roma imperiyası ilə müqavilə imzalaması 434-də Qərbi yox, Şərqi Roma ilə imzalamışdı. Ona görə bunu səhv götürəcəyik. Qərbi Romanın iniş xərac ödəməyə məcbur edilməsi 452-də olmuşdu o hadisə. Romanı məğlub etmişdi. Katalan döyüşünün baş verməsi, döyüşdən sonra Qotların cəzalandırılması 451-də Katalan döyüşü oldu. Qotlar xəyanət edərək Qərbi Roma tərəfindən çıxış edirdilər. Bu da Attilanın onları cəzalandırması ilə nəticələnmişdir. Doğrudur. Attilanın müəmmalı şəkildə ölümü 476-cı ildə Avropa Hun dövlətinin süqutu. Attila 453-cü ildə ölmüşdü. Ondan sonra bir müddət davam edir və 470-ci ildə süqut etmişdi. Bu da səhv olacaq. Cavab 2-4 D bəndi. Uyğunluğu müəyyən edin. Azərbaycan Səlcuq dövründə, Monqollar dövründə uc var idi. Yaranmışdı torpaq idi. Silah bahası, nal bahası, şərab bahası bu da Səlcuqlara aiddir. Malcəhət isə 15-ci əsrdə artıq Qaraqoyunlu, Ağqoyunlu dövründə meydana gəlmişdi. Monqolların dövründə İncu xan sülaləsinə məxsus torpaqlar idi, düzdür. Xaraq Sasanilər dövrünə aiddir. Qopçur isə Monqollar dövründə, bəli, vergi idi, can vergisi idi. 1-ə AB, 2-ə AC, cavab D bəndi. Eradan əvvəl 1-ci əsrin 30-cu illərində baş vermiş hadisələri müəyyən edin. Yəni, eradan əvvəl 1-ci əsrin 30-cu illəri, söhbət eradan əvvəl 30-39-cu illərdən gedir. Albaniyanın Romadan asılı hala düşməsi bu eradan əvvəl 36-cı ildə Kanidi yürüş edir, Zoberi məğlub edir, Albaniya asılı vəziyyətə düşür, sədaqətini bildirir. Qanıq Alazan döyüşünün baş verməsi bu eradan əvvəl 65-dir. Eradan əvvəl 65 Qanıq Alazan döyüşündə məğlub olmuşdu Albaniya. Bu 30-cu illərə düşmür. Atropatena Anfraspa döyüşündə Roma qoşunları üzərində qələbə qazanması bu da eradan əvvəl 36-dır. Bu aid olur. Albaniyada xristianlıq dininin yayılması, xristianlıq özü elə bizim eranın 1-ci əsrində yaranmışdı və yayılmağa da başlamışdı. Elə həmin əsrdən. Çinlilərin Ötkən şəhərini ələ keçirmələri bu eradan əvvəl 36-cı ildə Qərb Hunları üzərinə Çinlilərin yürüyüşü nəticəsində baş vermişdi. Bunu da götürə bilərik. Daha doğrusu Şərq Hunları üzərinə yürüyüşün nəticəsində baş vermişdi. Bu da eradan əvvəl 36-cı ildə baş vermişdi. Eradan əvvəl 36-cı ildə. Cavab 1-3-5. Səlcuq Sultanı Toğrul və Şah 1-ci İsmailin hakimiyyəti dövrlərinə aid ümumi cəhəti müəyyən edin. Toğrul, Şah İsmailə baxaq. Amudəryadan Fərat çayına qədər əraziləri ələ keçirməsi. Bəli, Toğrul gəlir Bağdadı tutur 1055-ci ildə. Bununla da Fərat çayına qədər əraziləri ələ keçirmişdir. Şah İsmail də Xorasanı 1510-cu ildə ələ keçirdərək sonra da Amudərya çayına qədər olan torpaqları öz hakimiyyəti altında birləşdirmişdir. Keçmiş müttəfiqlər ilə mübarizə aparmaları və onların üzərində qələbə qazanması belə bir şey olmayıb. Avropa dövlətləri ilə diplomatik əlaqələr İsmailə aiddir, amma Toğrulda elə bir şey olmayıb. Vergi toplanmasını icarəyə verilməsi yoxdur bu. Şeybanilərin məğlub edilməsi bu da Şah 1-ci İsmailə aiddir, amma Toğrula aid deyil. Cavab A. 9-cu sual. Biraz yaxşı oxunmur, bir təhər oxuyarıq. Göytürk və Qaraxanlı dövlətlərinin tarixinə aid ümumi cəhət. Birinci Göytürk və Qaraxanlı dövlətlərinin tarixinə aid. Dövlətin iki yerə parçalanması, bəli, 588 götürə bilərik. Birinci Göytürkdə da 1042-ci ildə parçalanmışdı Qaraxanlı. Cavab A olacaq. Digərləri niyə olmaz ona baxaq. Xarəzmşahlar tərəfindən süquta uğradılıb Qaraxanlı, amma Göytürklər yox. Avropa dövlətləri ilə siyasi əlaqələr saxlamışdı. Heç biri İslam dinini rəsmi din kimi qəbul etmişdi. Göytürklərdə olmayıb, Qaraxanlılar isə qəbul etmişdilər 932-ci ildə. Mərkəzi Asiyadakı bütün türk tayfalarının vahid dövlətin tərkibində birləşdirməsi, bütün türk tayfalarını deyə bir şey yoxdur. Ona görə cavab təkcə A olacaq.
Donald Trump'ın birinci prezidentliyi dövründən fərqli olaraq Joe Biden Rusiya ilə münasibətləri qaydaya salmaq üçün bir sıra addımlar atdı. Joe Biden əksinə səhvdir. Vergi, sosial təminat və təhsil sahəsində islahatlar apardı. Heç biri. Rusiyaya qarşı sərt çıxışlar etdi. Bu Joe Biden'a aiddir. Ölkədə iqtisadi böhranın nəticələrinin aradan qaldırılmasına diqqət yetirdi. Yoxdur belə bir şey. Bu Obama'nın dövrünə aiddir. Rusiya Ukrayna müharibəsində Ukraynaya və hərbi və maliyyə yardım etdi. Doğrudur. Qəti şəkildə dəstəkləyirdi. Joe Biden 3-5 cavab E olacaq. Birinci Dünya və İkinci Dünya müharibələrinin oxşar cəhətlərinə aid deyildir. ABŞ-nin müharibəyə sonradan daxil olması aiddir. Müharibədə Almaniya və onun müttəfiqlərinin məğlub olmaları aiddir. Böyük Britaniya və Fransanın müharibədə fəal iştirak etməsi, hər ikisində də fəal iştirak ediblər. Almaniyanın öz ərazilərinin bir hissəsini itirməsi hər ikisində də baş veribdi. Almaniyanın keçmiş müttəfiqi İtaliyaya müharibə elan etməsi, bu əksinə Birinci Dünya müharibəsində İtaliya Almaniyaya müharibə elan etmişdi. Almaniya tərəfinə müttəfiqi idi, keçmişdi. Antanta tərəfdən Almaniyaya qarşı müharibəyə qoşulmuşdu. Cavab Y olacaq. Amma İkinci Dünya müharibəsində isə İtaliya ilə Almaniya müttəfiq olaraq davam ediblər. Daha sonra İtaliya işğal ediləndən sonra İtaliya o zaman hakimiyyət dəyişikliyindən sonra Almaniyaya müharibə elan etmişdi. Bu aid deyil. Səbəb-nəticə əlaqəsi pozulmuşdur. Azərbaycan mərzbanı İsfəndiyar ərəblərlə sülh bağladı. Cərmədan döyüşündən sonra. Bəli, 643 pozulmuşdur soruşur. Burada pozulmayıbdı. Tiflis xilafətin tərkibinə daxil oldu. Savalan dağı yaxınlığında döyüşdən sonra. 644-də Tiflis tutulubdu. 644. Savalan dağı döyüşü isə 731. Burada pozulubdu. Vergi yığılmasına nəzarət edirdi amil titulu daşıyan məmur. Burada pozulmayıbdı. Ərəblərin köçürmə siyasəti davam etmişdi. 11-ci əsrin 1-ci rübünə qədər səhvdir. 8-ci əsrin sonlarına qədər olmalıdır. Burada da pozulubdu. Xürrəmlərin istinadgahı idi Bəz qalası. Pozulmayıb. 2-4 cavab B olacaq. 13-cü suala baxaq. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ümumi cəhətlərinə aid deyil. Ümumi cəhətlərinə aid deyil. Xidmətə görə yarımköçəri əyanlara Soyurqal adlı torpaqların paylanması. Hər ikisində də olubdu. Bizdən aid olmayan soruşur. Hökmdardan sonra ikinci şəxsin əmir əl-üməranın olması doğrudur. Dövlətin daxili həyatında yarımköçəri əyanların və digərlərin mühüm rol oynaması doğrudur. Ordunun əsasını atlı qoşun dəstələri təşkil etməsi, bu da doğrudur. Osmanlı dövlətinə qarşı hərbi ittifaqlar yaratmaları bu Qaraqoyunlara aiddir. Amma Ağqoyunlularla hərbi ittifaq yox. Əksinə Ağqoyunlu müharibə aparıb Osmanlı ilə. Bir dənə Yaqub padşahdan başqa. Onun dövründə dostluq əlaqələri qurulmuşdu. Amma hərbi ittifaqlar yaratmamışdı. Yəni müttəfiq dostluq olsa da, amma hərbi ittifaq qurmamışdılar. Bu səhv olacaq. Deməli, aid deyil, Y bəndi. Cavab E. Xəritə suala baxırıq. Xəritədə ərazi iştirilənmiş xanlığa aiddir. Bu ərazi Qarabağ xanlığıdır. Deməli, Nadir Şahın hakimiyyəti dövründə meydana gəlmiş ilk xanlıq bu Şəkidir. Səhvdir. Şəki. Azərbaycan torpaqlarının şimal-şərq hissəsini birləşdirməyə nail oldu. Bu Qubadır. Qazax və Borçalı torpaqlarını Gürcü təsirindən azad etmək siyasəti yürüdürdü. Şəki və Gəncə deyə bilərik. Şəki və Gəncə. Şəki hətta tutur, Gəncə isə siyasəti yeritməyə çalışırdı. Ballıqaya döyüşündə qələbə qazandı Xaçın məlikçiliyinə. Bəli, bu Qarabağ xanlığıdır. Azərbaycan bütün cənub xanlıqlarını asılı vəziyyətə salmışdı. Bütünü yox, amma böyük bir hissəsini Urmiya asılı vəziyyətə salmışdı. Cavab D bəndi. 14 baxdıq, 15-ə keçirik. O, Almaniya Federativ Respublikasının ilk kansleri seçildi. Bonn şəhəri dövlətin paytaxtı oldu. Sovet işğal zonasında isə Almaniya Demokratik Respublikası yaradıldı. Berlinin şərq hissəsi paytaxt oldu. 1961-ci ilin avqustunda Berlin səddi çəkildi. Mətndə bəhs olunan AFR kanslerinin fəaliyyətinə aiddir. Konrad Adenauer. Bunun fəaliyyətini soruşur bizdən. Avropanın qütbləşməsi. Onun dövründə qütbləşmə gerçəkləşir, amma onun fəaliyyətindən soruşur. Fəaliyyətinə aid deyil. Şərqi Avropanın müharibədən sonraki sərhədlərinin tanınması Willy Brandt'a aiddir bu. Almaniyanın birləşdirilməsi Helmut Kohl'a aiddir.
AFR-in beynəlxalq mövqeyinin güclənməsi. Bəli, bu Konrad Adenauerin hakimiyyəti dövrünə aiddir. ABŞ-dən yardım alır, iqtisadi, maliyyə və əsasən yardımları almaqla vəziyyətini yaxşılaşdırır. Fransa ilə münasibətlərin pisləşməsi. Belə bir şey olmur. Bu da səhvdir. Cavab D bəndi. Tiflis Müsəlman Əmirliyinin mövcudluğu dövrünə aiddir. Türk tayfalarının Tiflis Müsəlman Əmirliyi 8-ci əsrin belə yazaq. 8-ci əsrin 30-cu illəridir. Yaranır, davam edibdir 1122-ci ilə qədər. Türk tayfalarının Azərbaycan ərazisində məskunlaşması 11-ci əsrdə onun dövrünə düşür. Oğuz Səlcuqlar gəliblər. Usta bizdən də aid olanı, bəli, elə bu cavab A bəndi olacaq. Usta bəndərin başçılığı ilə böyük üsyanın baş verməsi 1231 aid deyil. Monqolların Azərbaycana 3-cü yürüşü 1256, bu da səhvdir. Xəzərlərlə ərəblər arasında Bələncər döyüşləri 643, 653, 722, baxırıq heç biri də aid olmur. Xilafət tərəfindən Albaniyada Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulur 705, bu da səhvdir. Cavab A. 17-yə baxırıq. 1605-ci ildə Sufyanda, 1735-ci ildə İrəvan bölgəsində baş vermiş döyüşlərin oxşar nəticəsi. Üçməcin. Osmanlı qoşunlarının Səfəvi torpaqlarını qismən tərk etməsi. 1605-ci ildə Sufyan döyüşündə qismən tərk edirlər, çünki məğlub olmuşlar Osmanlı, amma 1735-ci ildə isə tamamilə tərk edirlər, yəni qismən olmayacaq. Oxşar cəhəti soruşur bizdən. Oxşar nəticə. Osmanlı dövlətinin yeni ərazilər ələ keçirilməsi, xeyr, məğlub olmuşdu. Ələ keçirə bilməzlər. Səfəvi dövlətinin süqut etməsi, xeyr, xanlıqlara parçalanması. Səfəvi dövləti bir dəfə süqut edir, o da 1736-cı ildə. Hər iki döyüşün də nəticəsində mümkün deyil aid olsun. Səfəvilərin qalib gəlməsi, bəli, doğru cavab burada da hər ikisində də qalib gəlmişdi. Rus tacirlərinə gömüşsüz ticarət imtiyazlarının verilməsi belə bu illərə düşmür. 1667 var, 1717 var. Rus tacirlərinə gömüşsüz. 1735-ci ildə də Gəncə müqaviləsində öz əksini tapa bilərdi. Cavab D bəndi olacaq. 18. Kür-Araz mədəniyyəti üçün səciyyəvi idi. Dini ayinlərin xüsusi ibadət evlərində keçirilməsi. Bunu qeyd edək, erkən Tunc dövrüdür. Dini ayinlərin xüsusi ibadət evlərində keçirilməsi, bəli, Sərkərtəpə, Baba Dərviş, Kültəpə olmuşdur. İlkin şəhər mərkəzləri Orta Tunc dövrüdür. Boyalı qablar mədəniyyətinin yaranması, bu da Orta Tunc dövrüdür. Ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə edilməsi, Son Tunc erkən dəmir dövrü. İdarəetmənin adlı sanlı adamların əlində toplanması da Son Tunc erkən dəmir dövrünə aid olacaq. Keçək növbəti suala 19. Qızıl Ordu və Hülakülər dövlətinin tarixinə aid ümumi cəhətləri müəyyən edin. Hər iki dövlət 13-cü əsrdə meydana gəlib. Bəli, Qızıl Ordu dövləti 13-cü əsrin 40-cı illərində, Hülakülər də 1258-də meydana gəlib. İslam dininin dövlət səviyyəsində qəbul olunması, Qızıl Orduda Özbək xan qəbul edib, Hülakülərdə Qazan xan qəbul edib, doğrudur. Azərbaycan uğrunda mübarizə aparmaları bir-birləri ilə mübarizə aparmışdılar. Azərbaycan uğrunda Abbasilər xilafəti ilə mübarizə aparmaları. Hülakü xan Abbasilərə son qoyur, amma Qızıl Ordu dövləti ilə bağlı heç bir əlaqə yoxdur. Müstəqil xanlıqlara parçalanması, heç birinə, bu daha doğrusu Qızıl Orduya aiddir. 15-ci əsrdə xanlıqlara parçalanır, amma Hülakülər haqqında deyə bilmərik. Dövlətin paytaxtının Təbriz şəhərinin olması, Marağa, Təbriz, Sultaniyə Hülakülərdə olubdur. Qızıl Ordunun paytaxtı isə Azərbaycan şəhərləri yox, əsasən Saraybatı, Saraybəlkə şəhərləri olmuşdur. Deməli, bu da səhvdir. Cavab 1, 2, 3 D bəndi. Azərbaycanın 1918 və 1998-ci illər tarixinə aid ümumi cəhətidir. Azərbaycanlı əhalinin öz doğma torpaqlarından zorla qovulması 1918-20-ci illərdə olmuşdur, ancaq 98-ci ildə yox. 88 yazılsaydı doğru olardı. 88-91-ci illərdə qovulmuşdular. 98-də isə belə bir şey olmayıbdır. Tiflisdə Azərbaycan səfirliyinin açılması 1918-ci ildə Azərbaycan Tiflisdə səfirliyi götürə bilərik Cümhuriyyət dövründə. Ancaq 98-ci ildə isə yox, açılmamışdı. Tiflisdə səfirlik daha əvvəl fəaliyyət göstərirdi. Türkiyənin Azərbaycan müstəqilliyini tanıması. 1918-ci ildə Türkiyə adlı dövlət yox idi, Osmanlı dövləti var idi, deyə bilmərik Türkiyə. 1991-ci ildə də Türkiyə Azərbaycanın müstəqilliyini tanımışdı. Təbrizdə Azərbaycan Respublikası Baş Konsulluğunun fəaliyyətə başlaması 1920-ci ildə fəaliyyətə başlayıbdı. Cənubi Azərbaycanda, Təbrizdə
AXC dövründə, bir də Şimali Azərbaycanda da Təbrizdə konsulluq 2004-cü ildə açılmışdı. Senzuranın ləğv edilməsi. Senzura, bəli, AXC-də 1918-də, Azərbaycan Respublikasında isə 1998-ci ildə Heydər Əliyevin dövründə ləğv edilmişdi. Cavab E bəndi olacaq. 21-ci sual. Birinci Dünya müharibəsindən fərqli olaraq İkinci Dünya müharibəsində Türkiyə birtərəflik siyasəti yürütdü. İkinci Dünya müharibəsində. Bəli, cavab A bəndi olacaq. Çünki Birinci Dünya müharibəsində iştirak edirdi Osmanlı və məğlub olub çıxır, ərazisinin xeyli hissəsini itirir. İkinci Dünya müharibəsində isə Türkiyə artıq birtərəf siyasət yeridirdi. İtaliyaya müharibə elan etdi. Yox, olmayıb. İkinci Dünya müharibəsində faşist Almaniyası ilə müttəfiqlik münasibətləri saxladı, xeyr. Hətta 45-ci ildə Almaniyaya qarşı müharibə elan edir. Türk dövlətlərindən ibarət yeni bir ittifaq yaratdı, olmur. Millətlər cəmiyyətindən çıxdı, belə bir hadisə də olmur. 22-ci sual. Məntiqi ardıcılığı tamamlayın. SSR-də yenidən qurma və aşkarlıq həddinin irəli sürülməsi bu 80-ci illərdə Mikhail Gorbaçovun hakimiyyətə gəlişindən sonra olur. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olması. Fikir verirsinizsə, yəni bu hadisə gəlir çıxır 88-91-ci illərdir. Burada deyək, bu 1987 götürək. Separatizm meyllərinin artması 1900 artıq 88-91-ci illərdən söhbət gedir. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsi 2011-ci ildədir Azərbaycan. 2011. Azərbaycanın dünyada ən çox qaz istehsal edən ikinci ölkəyə çevrilməsi. Ən çox qaz istehsal edən ikinci ölkə, belə bir şey olmayıbdı, ona görə səhvdir. Azərbaycanın bütün qonşu dövlətlərlə münasibətlərinin gərginləşməsi. Bütün yox, əsasən Ermənistanla gərginləşmişdi. Siyasi vəziyyət bir də Rusiya ilə götürə bilərik, daha çox Ermənistana aiddir. Avropa dövlətləri ilə yeni qonşuluq siyasətindən imtina edilməsi, belə bir şey də olmayıbdı, yeni qonşuluq siyasəti. Azərbaycanın ərazi bütövlüyünün pozulması, bəli, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilir 20%. Doğru cavab E bəndi olacaq. Keçək növbəti sual. 23. Azərbaycan ordusunun Qarabağ bölgəsində 2023-cü il, yaxşı oxumur, qeyd edeyim buraya. 2023-cü ilin sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə aiddir. Söhbət 19-20 sentyabr döyüşlərindən gedir. Böyük qayıdışa dair birinci dövlət proqramının həyata keçirilməsi, xeyr, bunun nəticəsi deyil. Artıq 22-ci ildə böyük qayıdış proqramı həyata keçirilməyə başlanmışdı. Azərbaycan Respublikasının Qarabağ bölgəsində öz suverenliyini bərpa etməsi, bəli, tamamilə Dağlıq Qarabağ ərazisi azad edilir düşmən işğalından. Qarabağ silsiləsində Qırğız və Sarıbaba yüksəkliklərinin nəzarətə götürülməsi, bu 2022-dədir, avqust ayında. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, doğrudur. Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi, bu da antiterrora aid deyil. 2, 4 olacaq cavab. Növbəti sual. Baxaq, 24 və 25-ci suallar. Eradan əvvəl 3-cü əsrə aid olanları müəyyən edin. Pun müharibələrinin başlanması eradan əvvəl 264. Çində Xan sülaləsinin hakimiyyətdən devrilməsi, bu bizim eranın 3-cü əsridir. Bir götürüləcək, amma Çin yox. Romada qladiator döyüşlərinin keçirilməsi, bəli, eradan əvvəl 3-cü əsrdən başlayır. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi, bizim eranın 1-ci əsridir bu. Atropatena hökmdarı Artabazın Selevkilərdən asılılığı qəbul etməsi. Artabazdır yox, Artabazan asılılığı qəbul etmişdi eradan əvvəl 223-cü ildə, ona görə bu səhvdir. Romada vətəndaşların qanun qarşısında bərabər olması 3-cü əsrdə artıq plebeylərlə patrislər tam hüquqlu, yəni bərabər hüquqlar əldə etmişdilər. Bu da aid olacaq cavab 1, 3, 6. İlham Əliyevin 4-cü prezidentliyi dövrünə aiddir. İlham Əliyevin 4-cü prezidentliyi dövrü düşəcək 2018-2024-cü illərə. Dünya Azərbaycanlıların 3-cü qurultayının keçirilməsi 2016-dır. 2016 deməli aid deyil. Qarabağ bölgəsində lokal antiterror tədbirlərin aparılması bayaq qeyd etdiyi 2023-dür.
aiddir. Talış kəndinin və Lələtəpəlinin azad edilməsi. Deməli bu 2016-cı il aprel döyüşləridir. 2016 düşmür. Xankəndidə hərbi paradın keçirilməsi 2023-cü il noyabrın 8-idir. 2023 bu daxildir. İnformasiya müharibəsindən hücum diplomatiyasına keçilməsi isə 2004-cü ildir. 2004-dür, bu da aid deyil. Cavab 2-4 olacaq. Xronoloji ardıcılığı müəyyən edin. Əmir Teymurun Azərbaycana ikinci yürüşü. 1392. Cəlalilər dövlətinin yaranması 1340. Teymurilərlə Qaraqoyunlular arasında Bağdad döyüşü 1394. Şirvanşah 1-ci İbrahimin Təbrizə daxil olması 1406. Xronoloji ardıcılıq olacaq. 2, 1, 3, 4. 2, 1, 3, 4. (27-ci sual). Uyğunluğu müəyyən edin. Azərbaycan 1-ci Respublika dövrü 1918-20, 2-ci Respublika dövrü 1920-91, 3-cü Respublika dövrü 1991 inşallah həmişə davam edər. İlk konstitusiyanın qəbul edilməsi bu 1921-ci ildir. 1921 düşəcək Sovet dövrünə. Birləşmiş Millətlər Təşkilatının tam hüquqlu üzv olması 1992 düşəcək 3-cü Respublika dövrünə. İlk parlamentin yaradılması 1918 dekabr ayına düşür Cümhuriyyət dövrünə. Müəllimlərin birinci qurultayının keçirilməsi 1906 heç birinə aid deyil. İlk milli operanın səhnəyə qoyulması 1908 Üzeyir Hacıbəylinin Leyli Məcnun operası da heç birinə aid deyil. Düzgün cavab 1-ə C, 2-yə A, 3-ə B. Mətn sualı yaxınlaşdıraq, oxuyaq. Əslində bunu saxlayıb özünüz də oxuya bilərsiniz. Söhbət gedir 1-ci Dünya müharibəsindən. Ermənistanın 1-ci Dünya müharibəsinin sonları artıq Osmanlı İmperiyasının məğlubiyyəti, Ermənistanın dənizdən dənizə böyük Ermənistan iddiaları məsələsi var idi. Azərbaycan Xalq Cümhuriyyəti qarşısında əsas vəzifə erməni dəstələrini zorakılığın qarşısında almaq, təcavüzkar Ermənistan dövlətinə qarşı mübarizə aparmaq. İndi baxaq suallara. Mənbəyə əsasən Ermənistanın işğal etmək istədiyi Azərbaycan bölgələrindən ikisinin adını yazın. Qarabağ həmişə olubdu. Qarabağ torpaqlarını işğal etməyə çalışıblar. Naxçıvanı da işğal etməyə çalışıblar, bilirsiniz. Hətta ona görə Araz Türk Respublikası, daha sonra Naxçıvan General Qubernatorluğu yaradılmışdı. Zəngəzuru da işğal etməyə çalışıblar. Zəngəzur 19-cu ilin noyabrında Tiflisdə bununla bağlı müqavilədə imzalanır ki, hər iki tərəf qoşunlarını oradan geri çəkməli idi. Yəni belə bu üç ərazini qeyd etmək olar. Növbəti 29-cu suala baxaq. AXC-nin mənbədə bəhs edilən təcavüzdən qorunmaq üçün yaratdığı iki qurumun adını yazın. Deməli, Qarabağ General Qubernatorluğu ola bilər. 19-cu ilin yayında General Qubernatorluğu. Bir də Naxçıvan General Qubernatorluğu ola bilər. Araz Türk Respublikası ola bilməz. Niyə? Çünki ona AXC tərəfindən yaradılmamışdı ona görə. Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün mənbədə bəhs edilən təcavüzkar dövlətin, yəni Ermənistanın həyata keçirdiyi tədbirlərdən ikisini yazın. Qarabağda qiyam qaldırdı deyə bilərik. Qarabağda qiyam. Bundan başqa Sovet Rusiyası ilə də gizli saziş imzalaması, ittifaq qurması. Sovet Rusiyası ilə razılaşması, ittifaq qurması, fərqi yoxdur. Bu qədər əziz dostlar. İzahları bəyəndinizsə kanala abunə ola bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.